Siz izləyicilər, belə qadınları efirlərə çıxararaq görün ailə dəyərlərini necə gözdən salıb məhv edirlər. Gördüyünüz bu Səmra adlı qadın ictimai yerlərdə, sosial şəbəkələrdə, tədbirlərdə qeyri-etik, əxlaqsız hərəkətləri, danışıqları, davranış qaydaları ilə məşhurlaşaraq dırnaqarası gündəmdə olmağı bacarıb. Səmra tipli qadının özündən balaca biri ilə ailə qurmasını tənqid edən, onlara məsləhət verən Ağbirçəyə qarşı Səmra görün necə davranır. 3 gündən sonra da boşa. Sən 33 yaşında, sən haqlı uşağını niyə bədbaxt edirsən? 25 yaşında oğlana ərə getmək istəyirsən, niyə? Mənə çox Zaten maraqlıdır. qadının düşmanı qadındır, onu deyə bilərəm ki, və bir qadın o qədər, siz o qədər yəqin ki, ailə içində bədbəxt qalmısınız ki, bir qadına bu qədər bircə dəqiqə, bir qadın olsaydın siz məndən yaşlıca böyüksünüzsə və onu olar səsini kəsəsiz. Özündən yaşlı qadının ağzını yummağa çalışır və onu yuxarıdan aşağı baxaraq linç edir və cəmiyyətdə də, televiziyada yaşlılara, ağbirçəklərə bu cür davranmalı olduğunu örnək göstərirlər. Televiziya rəhbərliyi, siz bu mövzuları öz ailənizdə təbliğ edirsinizmi, məsləhət bilirsinizmi? Ümumiyyətlə, bura televiziyadır, bura xalqındır. Burada siz öz istədiklərinizi yox, xalqın istədiklərinizi, xalqa, milli mənəvi dəyərlərimizə sahib olacaq təbliğatları etməlisiniz, o tip verilişlər verməlisiniz. Əziz izləyicilər, sizcə bunlar, belə mövzuları etməklə, bu cür davranışlar nəyi təbliğ edirlər? Belə insanların fikirləri doğrudurmu? Onlar nə istəyirlər? Nəyi təbliğ etmək istəyirlər?